3 ağıllı xala uşağı. Müəllif Səbinə Dəniz. Bir zamanlar tez-tez bir yerə yığışan 3 xala uşağı vardı. Nuray, Əli və Rəna. Onlar bir-birlərini çox sevirdilər. Hər dəfə görüşəndə əvvəl oynayır, sonra birlikdə dərs oxuyurdular. Bir gün Nuray dedi, gəlin bugün dərslərimizi birlikdə hazırlayaq. Kim tez qurtarsa, sonra oyun oynayarıq. Əli güldü, mən riyaziyyatı tez həll edərəm. Rəna isə kitabını açıb dedi, mən də oxuma məşq edəcəyəm. Amma çətin sözlərdə kömək edin. Nuray böyük badı kimi dedi, narahat olma Rəna, biz birlikdə öyrənəcəyik. Əli riyaziyyat tapşırıqlarını edəndə bəzən düşünürdü, Nuray ona izah edirdi. Rəna isə yeni sözləri oxuyurdu. Günəş, günəş dedi Rəna sevinclə. Əli alqışladı, afərin Rəna. Biraz sonra hamı dərsini bitirdi. Rəna sevincək dedi, birlikdə oxuyanda dərs çox asan olur. Nuray gülümsədi, çünki biz bir-birimizə kömək edirik. Əli də başını yerlədi. Hə, birlikdə oxuyan uşaqlar daha tez öyrənir. Sonra onlar həyətə çıxıb oynadılar. Gülüşləri bütün həyəti doldurdu. O gündən sonra Əli, Nuray və Rəna hər dəfə görüşəndə belə deyirdilər. Əvvəl dərs, sonra oyun.